Hər vaxtınız xeyir əziz izləyicilərimiz. Mərhəmətli Allahın adıyla hər birinizi salamlayırıq. Bugün 28 aprel 2026-cı ildir. Ləmbəran kəndindən hər birinizi salamlayırıq. Uca olan Allahın 99 ismi var. İsim yəni ki adları var. Uca olan Allahın 99 ismindən biri də Şafidir. Yəni ki şəfa verən ismidir. Allah Teala alim ismi ilə ən savadlı, ən elmli, ən alim olduğunu, Rəzzaq ismi ilə bütün canlılara, yaratdığı canlılara ruzi verdiyini, Basit ismi ilə hər şeyi görən, Şafi ismi ilə də bütün xəstələrə şəfa verən ismini təcəlli elətdirir. Biz bugün Allahın Şafi ismi ilə sizə mərhəmətli Allahın adı ilə və Allahın Şafi ismi ilə bugünkü çıxışımızı başlayıb gözəl bir aksiyaya start veririk. Hər birinizdən xahiş edirəm, Allahın Şafi isminə, şəfa verən isminə söykənərək gəlin birlikdə bizim Ləmbəran kəndimizin xeyriyyəçi bir oğluna, xeyirxah qardaşımıza, onlarla aksiyalarımıza, bütün xeyri aksiyalarımıza adı siyahıda keçən dəyərli bir qardaşımıza dəstək, maddi dəstək toplayalım ki, Allahın göydən bəxş etdiyi şəfa ilə və sizin əlimizdə toplayacağımız vəsaitlə Allahın Şafi ismini həmən qardaşımızın üzərində təcəlli elətmiş oluruq. Əziz izləyicilərimiz, Bakı şəhərində yaşayan dəyərli bir xeyriyyəçimiz, xeyirxah qardaşımız İsazadə Əvəz Əli dayının oğlu bir neçə gün bundan öncə gözündən ciddi şəkildə xəsarət alıb, həddindən çox qanaxması olub, ciddi şəkildə problemi var. Bakı şəhərində bir neçə xəstəxanada ciddi şəkildə müalicə alır. Biz də qərara gəldik ki, Əvəz İsazadə qardaşın bu kampaniyadan xəbəri yoxdur. O bilmir ki, biz burada aksiya keçirdik. Biz xeyirxah dostlarımızla, qardaşlarımızla məsləhətləşdik ki, necə ki 10 illərdən bura İsazadə Əvəz qardaşımız bizim bütün aksiyalarımıza, hər iki qəbirstanlıqlara, yollarımızın abadlığına, kəndlə bağlı bütün mövzularda dəstək olduğu kimi, bizim yanımızda olduğu kimi, biz də bugün İsazadə Əvəz Əli kişinin oğlunu tək qoymayaq. Bax, kadrda mən Əvəz qardaşımızın şəkillərini qoyuram, ürək partalayan şəkillərini qoyuram. Yerləşdiririk, sizə baxırsınız. Görün, qardaşımızın gözü hansı vəziyyətdədir, ürək partalayan bir vəziyyətdədir. Şübhəsiz ki, şəfa verən Allahdır. Biz də insan olaraq, Allah bəndəsi olaraq öz üzərimizə düşəni könüllü şəkildə aksiyanı bizim televiziyamıza keçiririk. Əvəz qardaşımızın isə kartını mən ekranda göstərirəm və bütün Ləmbəran kənd sakinlərinə, 15 min əhalisi olan kənd sakinlərimizə minnətsiz və Allah rızasına, Allaha xatir, Allah rızasına. Çünki iş Allah rızasına olanda həm səmərəli olur, həm də ki minnətsiz olur, həm də ki mükafatını Allah verir. Mən sizin hər birinizdən Baxşeyiş müəllim və Baxdığınız kanalın direktoru olaraq və bir Ləmbəranlı kimi, bir Azərbaycanlı kimi sizlərdən xahiş edirəm, 15 min əhalisi olan xeyriyyəçilər yurdu, alimlər yurdu, dahilər yurdu və günü-gündən abadlaşan, kəndimizi nurlandıran, dünyaya tanıttıran bütün insanlardan rica edirəm, qəlbindən, ürəyindən, duyğularından kimin nə hörməti gəlirsə maddi cəhətdən. Yəni maddiyyatın ölçüsü, vahidi yoxdur. Könüllü şəkildə kimin qəlbindən nə gəlirsə Əvəz İsazadə qardaşımızın kartına göndərsin. Amma çekini bizim kanalımıza, televiziyamızın kanalımıza göndərin. Zahidəmiz, sizdən xahiş edirəm bizim kanalımızın maliyyət şöbəsinin sədri. Siz də kitabda xüsusi bir vərəq ayırın, çeklərə baxın, bir-bir dəstək olanların adlarını, soyadlarını, ata adlarını və göstərdiyi məbləği qeydə alın və biz də bir neçə gündən sonra 2 gün, 3 gün aksiyamız davam edir. 2 gün aksiyamız davam edir. Və biz də sonda biləcəyik ki, İsazadə Əvəz qardaşımıza kimlər dəstək olub, ümumi siyahını oxuyub, hər dəstək olan qardaşımıza xüsusi təşəkkürümüzü bildirəcəyik. Rica edirəm, videomuza baxın, paylaşın, şərh yazın, like edin və paylaşın ki, hər kəs bu məsələni bilsin, Allah rızasına dəstək olsun. Allah Teala Quran-ı Kərimdə buyurur, and olsun ki, xardal dənəsi boyda yaxşı iş görsəniz, yaxşı mükafatını alacaqsınız. And olsun ki, pis iş görsəniz, pis tərəfinin mükafatını alacaqsınız.
Qoy bu işdə də, necə ki 100 işlərdə, 1000 işlərdə, xeyriyyə işlərinə imza atmırsınız. Gəlin bu xeyriyyə işində də gözəl bir savab qazanaq, yaxşı bir işə imza atağın, bizim kəndimizə, yurdumuza həmişə dəstək olub. Bax, mənim özümlə maşınımda neçə evlərdə, neçə ailələrdə olub, ərzaq paylanmasında, yardım paylanmasında, təmənnasız maşın sürüb, bütün aksiyalarımıza yanımızda olub, bizim də üzərimizdə borc olaraq biz bugün İsazadə Əvəz Əli kişinin oğlunun yanındayıq. Mən kanal rəhbəri olaraq özümdə borc bildim ki, çəkim kanalımda paylaşım, ilahi də görsün ki, haqq məndən getdi. Dəstək olanların hər birisinə əvvəlcədən öz təşəkkürümüzü bildiririk, dəstəyinizi gözləyirik. Kanalımızda da Əvəz İsazadə qardaşım kartını qoymuşam. Kimin ürəyindən, qəlbindən nə gəlsə, xahiş edirəm, Əvəz qardaşımıza dəstək olaq. Haqq olan Allahın əzəli və əbədi xeyir-duası üzərinizdə olsun. Aksiyamız davam edir. Dəstək verməyə davam edin. Kanalımıza da abunə olun, şərh yazın, like edin və paylaşın ki, dünyanın hər yerində olan milyardlarla insanlar siz Ləmbəranları görüb əhsən desinlər. Uca olan Allaha əmanət olun. Növbəti çəkilişlərdə görüşənə qədər. Və sonda da bu aksiyanın sonunda da kimlər dəstək verib hər birisinin adını çəkib ictimaiyyətə təqdim edəcək. Diqqətinizə görə təşəkkür edirəm. Videomuzu montaj edib yayımlayırdıq ki, yeni bir dəstək gördük. Dedik ki, ictimaiyyətə bu dəstəyimizi təqdim edib, ondan sonra videomuzu ictimaiyyətə yayımlayaq. Belə ki, Rusiyanın Kareliya şəhərində yaşayan xeyriyyətçi Ləmbəranımız bizim televiziyamızın Kareliya vilayətinin təmsilçisi, xeyriyyəçi Süleymanov Buğar Es Kərəm əminin oğlu ilkin dəstək olaraq 100 manat İsazadə Əvəz qardaşımızın müalicəsinə dəstək oldu. Ləmbəran cəmiyyəti adından xeyriyyəçimiz Buğar Süleymanov qardaşımıza təşəkkür edib və növbəti dəstəyi gözləyirik. Uca olan Allaha əmanət olun. Allah sizlərə yar olsun. Allah Əvəz qardaşımıza şəfa versin. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Baxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.